düşmənin üstünə getməsək, o da bizim üstümüzə gəlməyəcəkmi? Sual buradan yaranır ki, sən düşməni qıcıqlandırırsan, düşmən də sənin üstünə gəlir. Sənin onunla nə işin var? Oturduğun yerdə düşmən də səndən işi olmasın. Allah Teala Qur'an-ı Kərimdə buyurur: "Yuriduna an yutfi'u nurallah bi afwahihim və ya'ballahu illa an yutimma nurahu velav karihal kafirun." Ayədən çıxarış budur ki, iki cəbhənin savaşı, müharibəsi daimidir. Niyə? Düşmənlər istəyir nuru söndürsün, Allah da istəyir nuru tamamlasın. Bu iki istək, bu iki iradə bir-biri ilə qarşı-qarşıyadır. Hər ikisi də indiki zamana dəlalət elədiyinə görə bunu ərəb dilinin qrammatikasından çıxarış budur ki, bu savaş daimidir. Rəhbər 2010-cu il oktyabrın 21-də bir çıxışı var. Budur ki, ruhaniyyətin əsaslı və çətin məsələlərdə bitərəf qalması nə ruhaniyyətin, nə də din düşməninin bitərəf və sakit qalmasına səbəb olmaz. Buyurur ki, İnnə əxəl hərb əl-əriq və mən ləm namə ləm yunəmən. Əleyhisselamın Nəhsül Bəlağa 62-ci məktubundadır. Döyüşçü həmişə ayıq-sayıqdır. Hər kim düşmənə arxayın olub rahat yatsa, yəni düşməni nəzərə almır, düşmənə nisbətdə səhlənkarlıq edir, deyir ki, mən indi yatıram, elə indi o da yatmış olar. Deyir ki, düşmən ona qarşı əsla qəflətdə qalmaz. Əleyhisselamın sözüdür. Rəhbər bunu gətirir. Sən yatırsansa bu o demək deyil ki, düşmən tərəfdə yatır. Yox. Gərək ayıq-sayıq olasan həmişə. Əgər kişiyə ruhaniyyə qarşısına çıxan düşməncəsinə hadisələr qarşısında özündə məsuliyyət hiss etməsə, meydana daxil olmasa, öz potensialını ortaya qoymasa, üzərinə düşən böyük vəzifəni yerinə yetirməsə, yəni bu susqunluq və tərəfsiz qalmaq düşmənin öz düşmənçiliyini dayandırmasına səbəb olmaz. Əksinə, hər dəfə bizdə zəiflik hiss etdikdə irəli gəliblər, yəni üstümüzə gəliblər. Hər dəfə passivlik gördükdə öz fəaliyyətlərini artırıb və daha da irəli gediblər. Qərblilər Şiə düşüncəsinin dünya miqyaslı zülm və hegemoniya qarşısında durmaq üçün daşıdığı böyük gücü çoxdan dərk ediblər. İstər İraq hadisələrində, istər tütün hərəkatında bunu başa düşüblər. Buna görə də onlar susan deyillər, öz təcavüzlərini, irəliləyişlərini davam etdirirlər. Alimlərin, ruhanilərin və elmi hövzələrin susması, tərəfsiz qalması düşmənin düşmənçiliyini əsla dayandıra bilməz. Ona görə də elmi hövzələrin hərəkətdə olması, qlobal hadisələr, milli və beynəlxalq mühüm və çətin məsələlər qarşısında bitərəf qalmaması bir zərurətdir və ondan qafil olmaq olmaz. Əgər biz bu neçə il ərzində baş vermiş hadisələrdə diqqət etsək, bunu əvvəllər də mən demişəm, müxtəlif hadisələrdə bizim geri çəkilməyimiz, bizim müxtəlif qadağalar qarşısında geri çəkilməyimiz səbəb olubdur ki, düşmən cürət tapsın, düşmən daha da özünə qürrələnsin və rahat şəkildə üstümüzə gəlsin. Bu ağanın dəlil olaraq ortaya qoyduğudur və biz də gərək ilahi iradəni, yəni Allahın nurunun tamamlanması üçün və düşmən həmişə oyaqdır, biz də oyaq olmalıyıq və düşmənin üstünə getməliyik və ciddi şəkildə bunlar barəsində düşünməliyik və ağanın dediklərini də gözümüzün qarşısına gətirməliyik ki, ilahi vəzifəni icra etmiş olaq. Vəssalamu aleykum və rəhmətullah.